yaşda, yəni 7 yaşında müəssər olan bir hərəkəti dayanmadan 6000 dəfə top çiləməyi bacarır. Növbəti materialımız da bu balaca istedad haqqındadır. Futbol yalnız nüfuzlu idman növü deyil, həm də millətin, xüsusən gənc nəslin sağlamlığının rəhnidir. Məhz bu baxımdan Azərbaycanda da bu oyunun inkişafı üçün ölkə başçısının təşəbbüsü ilə xüsusi 10 illik dövlət proqramı qəbul edilib. Qəsəbə və məhəllələrimizdə belə müasir idman meydançaları salınır. Gəncədəki məhəllə meydançalarının birində rast gəldiyimiz səhnə bizi sözün ən yaxşı mənasında təəccübləndirdi. Həvəslə, özündən böyük uşaqlarla futbol oynayan bu 7 yaşlı oğlan bəlkə də Ginnesin rekordlar kitabına düşə bilər. Çünki o, futbol fəndlərini asanlıqla mənimsəməklə bərabər saatlarla topu ayağında oynatmaq qabiliyyətinə də malikdir. Futbol tarixində ancaq əfsanəvi Pele 7 yaşında buna qadir olub. İkinci belə bir uşaq məhz Azərbaycanlı balası Əli Abbasovdur. Bu oğlanın öz rekordu da var. Fasiləsiz 6000 dəfə top çiləmək. Əli sadə, zəhmətkeş bir ailədəndir. Adi taksi sürücüsü işləyən atası, övladının gələcəkdə Azərbaycan futbolunun şərəfini yüksəklərə qaldıracaq gənclərdən olacağına inanır. Əli 5 yaşından futbola meylini salıb. Bu, hiss elədim ki, bu uşaqda qeyri bir adi topla davranışlar var. Ona görə də mən də getdim bunu futbola qoydum. Əlinin qeyri-adi, əsl böyük təcrübəli oyunculara xas olan qabiliyyəti yerli futbol mütəxəssislərinin də diqqətindən yayınmayıb. Ümidvaram ki, futbol mütəxəssisləri, eləcə də klublar Əli kimi futbolçulara biganə qalmayacaqlar. Belə talantlı uşaqları bir yerlərdən axtarmalıyıq, üzə çıxartmalıyıq və onu Azərbaycan futboluna tövsiyə eləməliyik. Kim bilir, bəlkə də bu süjetimiz gələcəkdə Azərbaycanın belesi olacaq bir futbolçu haqda ilk hekayətdir. Hər halda bu fenomen səlahiyyətli futbol mütəxəssislərimizin də nəzərindən qaçmaz. Azərbaycan güclü dövlətdir. Mən istəyirəm ki, onun futbolu da güclü olsun. Mən istəyirəm ki, Azərbaycan dünya çempionu olsun. Mən də onun tərkibində dünya çempionu olum. Belə ötən həftənin ən mühüm hadisələrini izlədiniz. Mən sizinlə sabah saat 9-da hər gün informasiya proqramında görüşmək diləyilə ayrılıram. Allah amanında salamat qalın.